faktla bağlı araşdırma aparılır. Salyanda 10 yaşlı uşaq quduzluq xəstəliyindən dünyasını dəyişib. Ötən ay itin hücumuna məruz qalan az yaşlıya göstərilən tibbi yardımlar nəticəsiz qalıb. Hadisə Salyan rayonunun Seyidlər kəndində qeydə alınıb. Belə ki, iyunun 16-sında axşam saatlarında Aqil İsmailov evə qayıdarkən sahibsiz itlərin hücumuna məruz qalıb. İtlərdən biri Aqili ağız, üz və qol nahiyəsindən dişləyərək ona ciddi xəsarət yetirib. Gəldim, mən də gördüm ki, uşağın ağzından it qapıb. Tez təcili mindirdim maşına. 20 dəqiqə müddətinə çatdırdım mən Salyana rayon xəstəxanasına. Salyan Mərkəzi rayon xəstəxanasında uşağa ilkin tibbi yardım göstərilərək quduzluğa qarşı vaksin vurulsa da, iyulun 4-də onda quduzluq əlaməti hiss olunub. Görürlər ki, uşaqda bir əlamət var. Su içir, atır. Tabii su içə bilmir. Tez aparıblar gedən Mehdi doktor Yanışməsi. Deyib ki, onu təcili çatdırın Bakı. Aqil müalicə üçün Bakı şəhərinə göndərilsə də həkimlərin səyləri heç bir nəticə verməyib və o dünyasını dəyişib. Mərhumun atası bildirir ki, sahibsiz itlər kənddə hələ ki cövlan edir. Nə qədər ki sahibsiz itlər var, Aqilin aqibətini digər uşaqlar da yaşaya bilər. Spirtli içki qəbul edən dostlar arasında düşən mübahisə heç də yaxşı nəticələməyib. Söz davasına çıxanlardan ikisi qardaş olub.